Vaxtınız xeyir əziz şagirdlər. Bugün sizinlə 6-cı 7-ci sinif şagirdləri üçün natural ədədlər bölməsinə aid bəzi sualların izahına baxacağıq. İlk sualdan başlayaq. K üstəgəl M üstəgəl N ədədinin K üstəgəl M çıxılsın N ədədinin hasili 23-ə bərabərdir. Buradan bilirik ki, 23 özü sadə ədəddir. 23'ün vuruqları yalnız 1 və 23'dür. Yəni 23 sadə ədəddirsə, 23 yalnız 1-ə bölünür və 23-ə bölünür. Deməli, bu vuruqlardan biri 23'dür, digəri isə 1-dir. Burada ədədlərin üçü də toplanıb. Burada ikisi toplanıb, biri çıxılıb. Deməli, soldakı ədəd daha böyükdür. Onda bu üçünün cəminə 23, digər üçünə isə 1 verirəm. 23'ü 1'ə vurduqda 23 edir. İlk mötərizənin içərisi 23 elədir. Sonuncu mötərizənin içərisi isə 1 elədir. O zaman yazıram. K üstəgəl M üstəgəl N bərabərdir 23. İkinci mötərizədə isə K üstəgəl M çıx N bərabərdir 1. Sistem tənliyi tərəf-tərəfə toplasaq, müsbət və mənfi N cəmi 0. 1K üstəgəl 1K, 2K üstəgəl 1M üzərinə gəl 1M oldu 2M bərabərdir 23 ilə 1'i topladıq 24. Hər tərəfi 2'yə bölsək K üstəgəl M bərabərdir 12. Əgər K ilə M-in cəmi 12-dirsə, gəlirəm birinci mötərizəyə. K ilə M-in cəmi 12-dirsə, üzərinə də N gələndə 3'ünün cəmi 23 eləmiş. Deməli N 11'dir. Burada da yoxlaya bilərik. K ilə M-in cəmi 12-dirsə, N də 11'dirsə, 12'dən 11 çıxanda həqiqətən 1 eləyir. Deməli, K ilə M-in cəmi 12'dir. Bizdən bu ifadənin qiymətini istəyir. K üzərinə gəl, M-in yerinə qoyacam 12, üzərinə gəl. N-in qiymətini tapmışdıq 11. Buradan tapmışdıq. 1N 11'dirsə 3N, 3'ü 11'ə vursam 33. 12 ilə 33'ün cəmin böləcəm, məxrəcdə 3 var. Böləcəm 3'ə. Yəni 45'i böləcəyik 3'ə olacaq 15 A variantı. Növbəti sual. Diaqramda X, Y və Z natural ədədlərinin sadə vuruqları və onların sayı verilmişdir. Əkob X, Y bölünsün əbob Y, Z nisbətini hesablayaq. X şəkildən də göründüyü kimi qırmızı diaqramdır. Onda mən X'in qiymətini tapsam, baxın 2 və 5 ədədləri verilir, sadə vuruqlar. 2-dən X 5 dənədir. 2 üstü 5. 5'dən isə, baxın 5'də qırmızı diaqram 2'yə kimi qalxıb. 2 dənədir, vurulsun 5 üstü 2. Keçirəm Y-ə. Y buradan gördüyümüz kimi yaşıl diaqramdır, mavi diaqram. 2'dən 3 dənədir, mavi diaqram. 5'dən isə 6 dənədir. O zaman yazıram 2 üstü 3 vurulsun 5 üstü 6. Gəlirəm Z-ə. Z bərabərdir. Bunu da mavi ilə yazaq. Z bərabərdir. Z sarı diaqramdır. Sarı diaqram 2'dən 4 dənədir. 5'dən isə 5 dənədir. 2 üstü 4 vurulsun 5 üstü 5. Bizdən əbob X, Y-in əbob Y, Z-ə nisbətini soruşur. 2 ədədin əkobunu tapanda, X ilə Y-in əkobunu tapanda, baxın X ilə Y əkobunu tapanda, hər ikisində ortaq sadə vuruqların böyük olanı seçirik. Yəni, 2 üstü 5 və birində 2 üstü 3 var. Böyüyü seçəcəyik. Əsası 2 olan ədədlərdən böyüyü seçəcəyik. Yəni, 2 üstü 5 vurulsun. 5 üstü 2 ilə 5 üstü 6'ın hansı böyükdür? 5 üstü 6 böyükdür. Buradan da 5 üstü 6'ını seçəcəm. Böyüklərin bir-birinə vurmalıyıq. 2 üstü 5 vurulsun 5 üstü 6. Aşağıda isə əbob Y, Z istəyir. Y ilə Z-in əlaqəsinə baxacağıq indi. Y ilə Z-in əlaqəsində əbobunu istəyəndə kiçiklərin bir-birinə vurmalıyıq. Yəni, əsası N olan ədədlər 2 üstü 3 və 2 üstü 4'dür. 2 üstü 3 kiçikdir, yoxsa 2 üstü 4. Təbii ki, 2 üstü 3. 2 üstü 3'ü seçəcəyik. Vurulsun. Əsası 5 olan ədədlərdən isə 5 üstü 6 və 5 üstü 5. Kiçiyi olan 5 üstü 5'dir. Ona görə 5 üstü 5'i seçəcəyik.
Və 2 üstü 5-i 2 üstü 3-ə böləndə üstlər çıxılır, qalır 2 üstü 2 vurulsun. 5 üstü 6-nı 5 üstü 5-ə böləndə üstlər çıxılır, altdan 5 çıxılır, qalır 5 üstü 1. 2 üstü 2 4-dür, 2-nin kvartı 4-dür. 5 üstü 1 də elə 5-dir. 4-ü 5-ə vurarıq, 20. Əgər izahlar xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti video dərslərdə görüşənədək. Sağ olun, sağlıqla qalın.